Salam aleyküm, hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Bugün 6 aprel 2025-ci il. Mən hal-hazırda Ucar şəhərinə giriş hissəsindəyəm, yəni Heydər Əliyev prospektinin başlanğıcındayım. Mənim burada çəkiliş etməkdə məqsədim budur ki, həmin bu ərazidə işıqlanma yoxdur. Gecə saatlarında şəhərə girərkən, yəni buranın zülmət qaranlıq olduğunu burada olan insanlar, burada yaşayan insanlar, şəhərimizə qonaq gələn insanlar yaxşı bilirlər ki, burada işıqlanma yoxdur. Deməli, işıqlanma üçün quraşdırılmış cihazlar var. Mən burada axırıncı dəfə hansı illərdə işıqlanma olubdur, yadıma sala bilmirəm. Amma burada işıqlanma üçün quraşdırılan cihazlar var. Mən sizə yaxından göstərirəm bunları. Gördüyünüz kimi işıqlanma üçün quraşdırılan cihazlar var. Hər iki tərəfdən də, yəni bu cihazlar quraşdırılıbdır. Təəssüf olsun ki, işıqlanma təmin olunmur. Bax, gördüyünüz kimi qəzalı vəziyyətdədir bura. Bu tərəfdən də çəkib göstərək. Bax, buradan da görürsünüz ki, işıq cihazları var. Quraşdırılıbdır. Axırıncı dəfə burada işıqlanma nə vaxt olubdursa, onu da bilmirəm, yadıma gəlmir mənə. Baxın. Hətta bura qəzalı vəziyyətdədir. Qırılıb düşübdür ora. Yəni hər an bu külək nəticəsində gördüyünüz oradan o qırılıb düşən parça buradan keçən avtomobillərin üzərinə düşə bilər. Yəni ümumiyyətlə bu Ucarın şəhərin giriş hissəsi, həmin bu hissə çox qəzalı vəziyyətdədir. Bunu yenidən bərpa etmək üçün yəqin ki, müəyyən vəsait lazımdır. Amma ən azından işıqlanmanı təmin eləmək olar. Bura biz demirik, gətirin yenidən işıq quraşdırın. Burada var, işıq cihazları var, quraşdırılıbdır. Sadəcə olaraq bunların təmirə ehtiyacı var. Bunu da ki, eləmək elə bir çətin bir şey deyil, mənə gəlir. Çünki bu şəhərin giriş hissəsi əgər bu vəziyyətdədirsə, yəni belə zülmət qaranlıqdadırsa, yəni baxımsız vəziyyətdədirsə, kənardan bu şəhərə gələn insanlar bu şəhər haqqında hansı düşüncədə, hansı fikirdə olacaqlar? Yəni, şəhərin giriş hissəsi zülmət qaranlıq olur, axşam saatlarında. Mən bu çəkilişi eləyərək Ucar rayon icra hakimiyyətinin başçısı Mənsur müəllimdən xahiş edirəm ki, adəti üzrə qurumlara tapşırıq verilsin. Həmin bu hissədə yaranmış problem inşallah tez bir zamanda aradan qaldırılsın. Ucar rayon Müslüman Nəzarət Təşkilatının sədri Məmmədov Bilki.